Hər birinizi salamlayıram. Bugün sizlərə qısaca olaraq Alman dilinin əlifbasını izah etməyə çalışacağım. Alman dilinin əlifbası 30 hərfdən ibarətdir. A-dan Z-ə qədər olan hərflərimiz əsas hərflər, yəni Grund Buchstabenlər adlanır. Bunların içərisində də 5 sait və 21 samit hərflər var. Alman dilində A-dan Z-ə qədər olan hərflərimiz demək olar ki, Azərbaycan dilindəki kimi oxunur. Bir neçə xüsusi nüanslar var. Məsəl üçün C, J, V, V, X, Y və Z hərfləridir ki, bunların oxunuşu Azərbaycan dilindən fərqlənir. Qeyd elədiyimiz kimi 30 hərfdən 26-sı əsas hərflər, 4 hərfimiz isə zusätzliche oder besondere Buchstaben, əlavə və ya xüsusi hərflər adlanır. Bunlardan 3-ü umlautlarımızdır, biri isə Sonderzeichen olan SZ hərfidir ki, buna almanlar bəzən scharfes S-də deyilir və bu hərfin səsləndirilməsi doppel S kimi olacaq Alman dilimizdə. Baxaq bir neçə misala. Dedik ki, umlaut hərfimiz xüsusi hərfimizdir və Türk dilində olan açıq E hərfi. Yəni nə tam olaraq E, nə tam olaraq Ə, ikisinin ortasında bir hərf kimi səslənir. Zum Beispiel Mädchen oder Äpfel. O umlaut Löwe, König, U-umlaut, Tür, Gemüse. SZ hərfimizin isə səslənməsini qısaca olaraq göstərim. Straße oder Groß. Bəli, bugün qısaca olaraq Alman dili hərflərimizlə tanış olduq. Alman dili öyrənmək istəyirsinizsə, əlifbanı düzgün öyrənmək ilk addımdır. Çox sağ olun, gələn görüşlərimizə dək.